Oğuz yurdu yağların harınlığına məruz qalanda yenə Qorqud ata 2 tonqal çatdı. Ərənləri köməyə səslədi. Vətənin dörd bir yanından şir ürəkli, dəmir biləkli oğullar nəfəs dərmədən yad ellilərə sipər olmağa, mənfur düşmənin izini yox etməyə yollandılar. Onların arasında Aslan Hüseynov da vardı. Qəhrəman Tərtərin Qaradağlı kəndində dünyaya gələn igidimiz haqqında çəkiliş etmək üçün evlərinə təşrif buyurduq. Könül istərdi ki, onun özünü çəkək. Bizi qələbə kamına yetişdirən şahidimizlə söhbətləşək. Amma olmadı, olmurdu. Bir çox ailələrdə olduğu kimi. Çünki Aslan şəhid olmuşdu. Şəhidimizin cənnətə dönmüş bağına, mübarəkləşmiş həyətinə ayaq bastıq. Daima qonaqlı qaralı olan atası Malik kişi ilə görüşdük. Təpədən dırnağa vətənpərvərlik ruhuna bürünən müsahibimizi siz də dinləyin. Çox şeylər öyrənəcəksiniz. Ali müəllim, xoş gördük. Sağ olun. Gəlmək səbəbimiz bəllidir. İlk öncə lap əvvəllərə getmək istəyirəm ki, siz cəbhə bölgəsində yaşamısınız. O topun, tüfəngin, o 1-ci Qarabağ savaşı, ondan da qabaq görmüsünüz. Bir ata olaraq, bir Azərbaycan kişisi olaraq müharibə nədir sizin üçün? Müharibə nədir? Biz düz deyirsən, cəbhə bölgəsində yaşamışıq. Müharibə çox çətin bir işdir. Çünki mənim balaca qardaşım 92-ci ildə ağır yaralandı, bir ayağını itirdi, bir qolunu itirdi. Dayım oğlu itkin düşdü. Yəni bu 2014-dən oğlum könüllü əskərliyin qutarandan sonra könüllü getdi, hərbiyə yazıldı. Aprel döyüşlərində iştirak elədi, yaralandı. Sonra 2018-də balaca oğlum İskəndər, o da könüllü getdi, o da topçuydu. Özü yerən topdaydı. Amma böyük oğlum o Spike, İsrail buraxılan raket sistemindədir. Müharibə hamı üçün çox çətin bir prosesdir. Dünyada elədir. Bütün dünyada. Heç kim istəməz ki, müharibələr. Çünki hamı öz balasını itirmək istəmir. Mənim bir oğlumu itirdim. Mənim kimi çoxları öz evladlarını itiriblər. Ağırdır, itkidir, əlillikdir, itkin düşməkdir, faciələrdir belə. Yəni bu vəziyyəti mənim 92-ci ildə də yaşadığım qardaşım el olanda, 2016-da yaşadığım oğlum yaralananda, o indi şəhid olan oğlum, 2020-də yenə yaşadım. Amma dediyinizdən belə başa düşün, bütün ailəlikcə vətənpərvər və döyüşkən olmuşsunuz. Yəni torpağın işğalindən barışmayırsınız. Bəli. Bizim bu Tərtər rayonunda siz yaxşı bilirsiniz, Tərtər qəhrəman şəhərdir. 92-ci ildə bizim Qaradağlı kəndində əskəriyyətə olan demirəm, könüllü 151 nəfər
könüllü döyüşürdü. Bir böyük rotaydı. Hə, Qaradağlı rota Qara- məşhur idi. Qarabağ, Ağdərəyə qədər bəli, bəli, getmişdilər. bəli. Şəhidlər də xeyli oldu. Bəli. Bizim kənddə şəhid də çoxdur, əlil də çoxdur. Yəni tək bizim evdən yox da, hamı istəyirdi ki, bu bədnam qonşuları rədd eləyək ki, bu gələcək balalarımız yaxşı yaşasın. Amma olmadı. Bu bir gün oldu. Amma bəlkə də ona görədir ki, belə oğullar olduğuna görə ermənilər neçə dəfə cəhd elədi, Tərtərə girə bilmədi. Hətta 92-də biz 17 kəndi alıb bu günə qədər çox düzdür. Bu günə qədər saxladı. Düz deyirsiniz. 92-də yeganə rayon idi erməni yaşayan, yəni o torpaqlar da bizim torpaqlarımızdır. Erməni yaşayan kətləri Tərtər almışdı. Bəli. Mağara, Markuşavan, Çaylı, Üç dənə Yuxarı Çaylı, Həsən Qaya, Talış. Yəni bu kətləri yeganə rayon üçün Tərtər almışdı. Tərtər Xocalı zat Ağdan gedəndə 92. həmin ərəbəsi paraxod açmışdılar. Tərtərə gələn neçə dənə tanklar. Bizim kəndin uşağı həmin tankları vurdu, qaytardı geri. Məşhurdur onun Onlar Tərtərə alma üçün Svobodnu tanklar bile Tərtərə sarı gəlirdilər. Bizim kəndin uşaqları orada vurdular, onları qaytardılar, neçə dənə tankları vurdular. Tərtər istəyirlər, Tərtəri də verirlər. İndi kim idi? Planda var idi, bəli. Onu mən deyənmərəm. Məsələn, onu siyasətçilər deyə bilər. Yəni, Tərtəri də vermişlər. Amma Tərtər cəmaatı, Tərtər uşaqları ona imkan vermədi. Mən o vaxt döyüşəndə bu Seydimlidən üzü Dəmirlərə qədər post oraydı da. Sizin uşaqlar da kifayət qədər var, dostlarımız var idi. Mən özüm də olmuşam orada. 8 dəfə təkcə oradan erməni girmək istədi. Heç o Çaylının qırağına gəlib çata bilmədilər. Hamı bir nəfər kimi igid oğullar. Yəni orada indi də var amma o vaxtı kimsə qorxmaq, geri çəkmək belə bir şey görmədi. Onda adam qürurlanır. Markuşavan deyir tabi, indi şıxaxdır. Ora alınanda mənim heç tüfəngim də yox idi. Qonşudan bir dənə tüfəng görmüşdüm, 20 nömrə tüfəngidir. Bir dənə də patron var idi. O da patron açılmırdı. Bəlkə də onu da mən çəkdim, açılmaz da axırda göyə tutdum və əlimdə açıldı. Yəni nə olur olsun. Onunla getdik. Ən çox da o. Bir esi salmışlar qabağa, yadınıza gəlir. Esi üçün güllə keçməsin. Yəni miniyə düşdü. Miniyə düşdü. Bir də o ştoku vurdular, bıçaq düşdü. Yəni o vəziyyətləri yaşaya gəldik, bu səviyyəyə çıxdıq. İndi düzü qayıplarımız çox oldu, itkilərimiz çox oldu. Amma nəticə o oldu ki, torpaqlarımız azad oldu. Elə onu soruşmaq istəyirəm. O vaxt təkcə Ağdərədə bir ayda döyüşlərdə iyul vaxtı 7500 şəhid vermişik deyilən. Bəli. Amma bir qələbə qazana bilmirdik. Məcbur geri qaydırdıq, gücümüz çatmırdı. Çünki Rus hərbiləri də kömək edirdi. Amma bizim də silahımız yox idi. Yox idi. Koordinasiya qura bilmirdi, çox belə, həm də daxili satqınlar da var idi, istərsə da kömək. Bax, o döyüşlərlə, bu biri döyüşdə, bax, sonuncu döyüşlərin biraz fərqini istəyərdim deyəsiniz, hər mənada. Fərqi bu açıq-aşkar da, əgər indi Allah prezidentimizin canı sağ eləsin, indi cəmaat, məsələn, bəziləri başa düşmür, yəni, bəlkə də başa düşür, nə bilim, bu pul hara gedir, neftin pulu, aman elədir. Çünki mən
həmişə demişdim ki, torpaqlar qayıdacaqdır. Üçüncü, nəyə inanırdım? Ona görə ki, əgər torpaqlarımız qayıtmaq fikri yox idisə, bəs bu silahları niyə alırdılar? Ona görə mən inanırdım. Mən həmişə inanmışam. Üstəlik ordumuz da axı Türkiyədə, Pakistanda ordumuz qəşəng təlimi keçdi. Görsən, aprel döyüşlərində qələbə qazandılar. Aman, hələ o bizim çatışmır şeylərimiz vardı. Bəli. Yenə də nə qədər gözlədik, təlimlər getdi. Axırı gəldi bizim torpaqlarımızı qayıtmağına. Malik müəllim, bax sizin dediyiniz söhbətin əvvəlində həm ailəniz 1-ci Qarabağ savaşında, sonuncu Qarabağ savaşında o aralıqda olan aprel döyüşü ya o ateşkəs dövrü hamısını görüb də. Bax bu 44 günlük savaşdan sonra bəzi təxribatçılar ortaya çıxdı. 1-ci Qarabağ savaşçılarını ikincini güya ayrı seçkilik salmağa çalışdılar. Alınmadı. O 100% düzdür. Mən onu izah edeyim. Axşam idi, döyüş gedir. Dedilər ki, cəmaət qaçır. Yekə raketlərlə vuracaqlar. Mən maşını xodladım. Birinci oğluma zəng elədim. Nətərdir vəziyyət? Dedi ki, yaxşı, narahat olma. Və demədim ki, çıxdım ki, valla, kətdən bir maşınla çıxır, kütləvi. Gəldim mağazinin qabağında, dedim ki, bu cəmaət niyə çıxır buradan? Dedilər ki, bəs təhlükəsini təmin etmək üçün çıxırlar. Dedim, yox, cəmaata deyirlər ki, çıxın kətdən. Dedi, onlar dedik, bilmirik. Mən isə qayıtdım, gəldim. Getdim, qardaşım Əlil var, birinci qrup Əlildir. Dedim, belə söz deyirlər. İstəyirsən səni, mən oğlumu aparım da, sən burada olmayasan. Deyəndə, dedi, mənim qardaşımın balaları, üçü də orada döyüşür. Mən heç yerə getməyəcəm. Dedim, yaxşısı. Anlaşdınız. Anlaş. Qayıtdım, gəldim evə. Evə gəldim. Ayın 31-i oğlum şəhid oldu. Onun dəfnləri. Yəni, kətdə bilsən, adam var, spesialni bilir, danışır. Adam var, kimsə bunu elə bir ki, xodlayır. Yox, ayrı seçkilik demək. Bu söhbəti yay. Mən gözümlə görmüşəm, elə adamları. Yay. Mən neçə dəfə demişəm, həmin adamları, məsəl üçün, demişəm ki, gəlmə bura. Niyə panikada yayırsan? Təcrid olunmalıdır, bəli. Aman bizim rəhbərimiz çox yaxşı iş gördü ki, tərtərə giriş çıxışı bağladılar. Mən çox razı oldum. Çünki bura İranlarla gəlmişdilər. Mən eşitdiyimə görə, görməmişəm, eşitdiyimə görə İranlarla gəlib, burada təxribat aparmışlar. Belə şeylər danışırdılar. Gəlməsə də İranı işləyənlər də ola bilər. Rusiyadan jurnalistlər varmış, onlar təxribat aparırlar. Bu rayonları bağlamaqda, yolu kəsməyə mən dövlətimizdən çox razıyam ki, elə bir qələbəmizin bir növü də bu oldu. Bəli. Mən adi Bərdədən gəlirdim, bir yoldaş, Bərdəli yoldaş gəldim, mən çəkilişə gəldim. O Bərdəlini buraxmadılar. Mənim qeydiyyatım tərtər olduğuna görə sən gedə bilərsən. Onu o Sarıcalı yolundan geri qaytardılar. Yox, bax, o şeyə biraz da istəyirəm aydınlıq gətirək. Derim, 1-ci Qarabağ savaşında döyüşən günahı nə idi? O da vuruşurdu. Bəlkə də daha fədakar vuruşurdu.
Sonra xoşum gəldi. Qarabağ, bu ikinci Qarabağ qaziləri dedi. Siz nə danışırsınız? Dedi, nöqtə qoydular. Dedi, bizim atalarımız döyüşü, biz onu davam edirik. Siz niyə ayrı seçkirirsən? Düzdür. Və düzdür. həmən o ikinci Qarabağ şəhidlərinin valideynləri, siz də vadar elədiniz ki, birinci Qarabağ şəhidlərinin də şəkilləri yollara düzülsün. Çünki bəziləri ancaq istəyirdi ki, çox yaxşı elədilər onu. Mən razıyam ondan. O siz də öz millətimizin tarixini, dünya tarixini yaxşı bilirsiniz. Çox ölkələrdə olmusunuz, təcrübəniz çoxdur. Yəni millətin içində ayrı seçki alınmadı. Bizdə heç vaxt alınmıyor, aldıra bilmədilər. Bəli. Bir ara Bakı ilə rayonlara qarşı-qarşıya qoymasında 90'larda yadınıza gəldi, heç nə alınmadı. Hamı anladı. Və o Qarabağda təkcə tərtərlərin, nə bilim, Ağdamların qanı tökülmədi. Azərbaycanın bütün kəndlərindən şəhid var. Orada elə bil hamısı bir yerdə birləşdi. İnanmıram indən sonra da. Lap tək Azərbaycan türkləri yox da. Talış qardaşlarımız, Ləzgi qardaşlarımız, digər, hətta Ruslar, iki qardaş Rus vuruşdu, şəhid olan Rus oldu. Yəni bu torpağın bütövləşməsi. Bizim döyüşlərimiz, mənim, nəinki cəbhədə əskərlər, zabitlər döyüşdü. Bizim prezidentimiz də döyüşdü. Onun müsahibəsinin hamısına, hər kəlməsinə mən izləmişəm. Ona ağır artilleriya deyirdilər də, hər müsahibəsi ilə bir zərbə vurur. O xaricdən gələn jurnalistlərə cavab vermir. Onun hamısına mən qulaq asmışam. O da ruh verirdi. Təşəkkür edirəm, sağ olsun prezidentimizə. Bilirsən, bizi parsalamaq üçün çox ölkə can atdı. Amma axır ki, torpaqlarımız qayıtdı. O prezidentin çıxışında dedi, desinlər, filan vaxtda Kəlbəcər, Ağdamı, nə bilim, filan yeri qaytarırıq, biz saxlayaq. Onda artıq gördüm ki, bəli, qələbədir və o Şuşanın alınması hamımızın göz yaşına səbəb oldu. Və bir şəhid atası kimi, ümumiyyətlə müharibə ailəsi deyərdim sizə. Çünki ayrı adamlardan da eşitmişəm, nə qədər vətənpərvər olduğunuz, nə qədər. Heç əminəm ki, oğlunuz şəhid olmasa da elə bu formada qalacaqdı. Çünki həmişə demişsiniz, təxribatçılar qovmuşsunuz. Müharibədən də öncə belə şeyləri, elə o qayda qanun yaradan biraz da sərt insan olmuşsunuz o barədə. Yəni doğruluğa görə mən kətdən də çox adamdan eşitmişəm. İstəyərdim oğlunuz Aslan haqqında da biraz tanıdasınız. Tanıyanlar çoxdur, amma biraz necə olub? Aslan bizim bu kətdə də, qıraqda da ona ağsaqqal deyirlər. Yəni yaşına qabağa gedir. Hə, çox ağır təbiətli idi. O hərbi hissədə çıxanda, məsələn, yolda qayıtışları, yarıqlar, qıraq, sorsular, vəziyyətləri, o bir kəlmə ağzını açıb bir söz demirdi. Bir o deyir ki, və bunu siz bilirəksiniz, sizə bu olmadı. Əsl hərbiçi kimi. Heç vaxt demirdi. Bax, kətdə bu adama sorsu, deyəcək ki, Aslan bir kəlmə ağzından söz çıxartmadı. Aprel döyüşlərində Ağdamdan düz Goranboya kimi bir dənə spike idi. O da bu idarə edir. Bu idarə edirdi. Neçə dənə texnikanı vurdu. Bilinir o, 9 tank vurub. Tank sonra bu 44 gündə deməli orada 3 dənə tank, bir dənə lokator vurdu. Yəni evdə o qədər nətər evdə mehriban idi, qırağa çıxırdı, yenə də elə idi. Mən bir dəfə evə qonaq gəlmişdi, əgər olarsa danışım. Bu zəng elədim, dedi işdən çıxmışam, gəlirəm. Gözlədim, gəlmədi, gözlədim, bir də zəng elədim. Abala, harada qaldın? Dedi ki, gəlirəm. Nəysə, bir yarım saatdan artıq, bir saata qədər vaxt getdi. Gəldi, nəysə, dedim, haradaydın, bəs
bu səni gözləmir. Dedi ki, axşamdır. İndi bizim bulaqlar onlardan çıxıyor. Orada bir kadın deyir, yaşlı arvad idi. 2 dənə sumqaya qalmışdı orada. Dedi, Qərvəndə gedirəm. Saxlanım hara deyirsən? Dedi, Qərvəndə. Dedim ki, gəl aparım mən. Onu apardım, düşürtdüm, qayıtdım, gəldim. Yəni, o qədər mehribanlı ki, Allah haqqı mən tərifləmirəm. Kənddə cəmaatdan da sorsa bilərsiniz. Onun döyüş yoldaşları da gözəl danışırlar. Yəqin ki, evinizə gəlib gedirlər. Döyüş yoldaşları bu dəqiqədə Allah haqqı aləvi gəlirlər bizə, həftədə bir dəfə gəlirlər bizə, biz çay içir, söhbət edirlər, aləvi, uşaqlı gəlirlər, gözümüz üstə gəlirlər. Yəni bizi tənə qoymadılar. Elə o lazımdır, çünki onu yaşatmaq lazımdır. Bir də bir sual verim. Buyur. Bəziləri, məsələn, oğlu şəhid olsa da, yaralı olsa da, onun rəşadətindən danışanda bəzən valideynlər deyir, mən heç inanmazdım. O evdə sakit uşağı idi. Deyirlər orada bir siz nələr deyim. Sizdə elə hiss olur ki, mənim oğlum, o Nujel o deyir, tankları vurub. Adama öyle qəribə gəlir sizcə, yoxsa? Mən oğlum əskərlikdə olanda, hərbisə gedəndə, bu il yarımı, o minamyotdaydı. Sonra Könüllü gedəndə bu Spike'a göndərdilər. Bu getdi buraya, sertifikatlar buradadır. Çəkmişəm. 9 dənə sertifikatı var. Burada bir dənə sınaçok var. Görürsünüz orada, deyə o altda. Onu mən bir dəfə soruşdum. Dedim ki, aslan, o sınaçok nədir? O ruşka nədir? Spike'ın ruşkasını verdim işte. Deyir, mən monitorda Spike'ı boşladım diye parmağımla apardım. Deyir, İsrail'den gelen dedi ki, bu niye yaddaşa salmırsan, parmağınla aparsan. Avtomatik geçsin. Deyir, dedim ki, mən əgər müharibə gedəndə bizim tanklar olur, erməni tanklar olur, parmağımla apardım ki, hədəfi özüm düşdüm. Orada o sınaçoku bir də Spike'ın ruşkasını vermişlər. Yəni ki, dəqiq Spike'ı... Deməli, mütəxəssislər özləri də elə eləmiş də. Yox. Fərqli bir tapıntı da. Orada dedi ki, bu sən elə bir ki, kəşf elədin. Bəli, mən onu deyirəm, deyirlər. Yəni, bu parmağını aparırdı. Monitorda. Yaddaşı o Spike'dan bilənlər işləyimi. Deyir, onu yaddaşa salırsan, özü gelir. Boşluyursan, koordinatı yazırsan, ama koordinat düzeyir, hərəkətli ola bilər axı. Bu, deyir, parmağını aparırdı. Aparıb hədəfə çatdırırdı. Daha dəqiq olur da, bəli. Amma o da bir böyük bir hünərdir. Çox onunla yaralanan o köməkçisi indi bu dəqiqə qısa işləmir, parmağı işləmir. Vallahi heç ona əlillik vermədilər. O pisdir də. Yəni onlar da bax, aləvi uşaqlar, məsəl üçün bayramlarda da həmçə bizə gəlirlər. Qurban bayramlar yenə əskərlər gəlirlər. Yəni bizi icra hakimiyyəti, məsəl üçün bizi həmişə yoxlayıbdır. Mən inkar eləmirəm ki, bizi yoxlamırlar, yaxud da onu deyəmərəm. Çünki söhbət ondan getmir ki, deyir ki, pul var. Pulla ölçülmür işlə. Ölçülmür, sizi tanıyır. Gəlib bizi yoxlayırlar, onun özü böyük şeydir. Bəli. Onun özü böyük şeydir. Mən heç vaxt heç nə istəməmişəm. Bütün cəmaat bilir. Mən heç nə istəməmişəm, indi də istəmirəm. Bilirəm. Öz zəhmətlə işləyən adamsınız, sizi tanıyırıq. Özümüz indi kənddir də, mal, heyvan saxlayırıq, dolanırıq. 2 nəvəm buradadır, 2 nəvəm o balaca oğlunu oradadır, qonşuluqda.
Yəni evimiz var orada. Aman o şəhid olan oğlumun ailəsi, uşağı bizim yanımızdadır. Yəni onları biz çıxardamayıq. Aslan şəhid olana qədər ki, Malik müəllimlə, o şəhid olandan sonraki Malik müəllimdə nəsə dəyişdimi? Dəyişdi. Biraz ağır sualdır, amma istəyərdim onu da cavablayasınız. Elə bir şey, əvvəl özümə görə hörmət qoyurlar. Aman indi bütün bir şəhid atası kimi mənə hamını hörmət qoyur. İstəyir xalq arasında, istəyir dövlət arasında həmişə hörmətimiz var. Sağ olsunlar. Mən həmişə də demişəm, mən də onların hörmətini saxlayıram. Bir də bu müharibədən sonra şəhid ailələri bəzən qrup yaradırlar, bir-birinin... Yox, mən o qrupda deyirəm. Uşaqlarının, məsələn də şəhid, niyə siz bildiyim qədər bütün şəhidlərin dəfnində də iştirak edirsiniz? Mən hamısında iştirak etmişəm. İndi tutaq ki, kənddə ya rayon miqyasında hansısa şəhidin doğum günüdür, şəhid olduğu gündür, bu tədbirlərdə iştirak edirsinizmi? Bacardığınız qədər, təbii ki, hamısına çatdırmaq olmaz. Elədir ki, iştirak edirəm, hamısına yox. Hansına çatdıram, ona gedirəm. İştirak edirəm. Amma o qrupda mən yoxam. Yox, qrup kim olmasa da. Məsələn, şəhid anaları var, deyir ki, mənim oğlum mənə hər rayondan az qala bir rəfiqə tapdı. Çünki oranında uşağı şəhid olub. Yığışırlar bir yerə, hansısa bir anım günündə falan da. Bilsən, o... Yeni dostlar tapır. O... Kim nətərisi, mən... Düzün deyəm də, bu yalan danışmaq olmaz. Mən xoşlamıram elə şeyə. Nə yoldaşım, nə gəlinim, nə də mən. Demirəm, şəhid aləvəsinin hamısını tanıyır, onlar da tanıyır, mən də tanıyıram. Görəndə bir-birimizi salam veririk, hörmət qoyuruq. Amma o qrupda mən onlardan kənaram. Bəziləri də mən xoşlamıram. Deyir, yorucu olur. Adam bəzən görsən... Xoşlamıram. Mən Azəbəddən, başqa yerdən zəng edirlər ki, bizim qrupa, şəhid ailələri, bizim qrupa sən də gir. Mən girməmişəm. Olsun. Və son sualım verim. Buyur. Yəni, bugün Azərbaycan qalib mövqeyindədir. Yenə bir şəhid atası kimi, bir vətəndaş kimi, dünya görmüş insan kimi ürək sözləriniz. Azərbaycana bundan sonra nə arzuluyursunuz? Ümumiyyətlə, əskərlərimizə, vətəndaşlarımıza, sizi yəqin minlərlə insan izləyəcək. Çox yaxşı sualdır. Mən birinci dövlətimizə minnətdaram. Bütün bu əskərləri, onların da Allah canı sağ eləsin. Heç kimə belə gün qismət eləməsin. Bütün torpaqlarımız qaydı, o qaşqın deyək də, o vaxtı dilimizdən. Onlar qayıtsın torpaqlarına, biz də gedək, həmin yerləri ziyarət edək. Allah bir də bizim xalqımıza müharibə qismət eləməsin. Çünki balalarımız yaxın, bu 44 günlük müharibədə o Ağdam, Kəlbəcər, Laçın, bir dəfə biri ağzından qaçırtdı, niyə basıb almadılar, döyüşmədilər. Dedim, sənin xoşuna gəlmir, cəmaatın balaları evinə sağ-salamat qayıtsın. Aldı da, alır. Siyasətlə aldı. Gedib şəhid olardı. Ağdamda, Kəlbəcərdə, Laçında, haradasa bizim, Allah eləməsin, 15 mindən yuxarı şəhidimiz olardı. Mən də razıyam, bəli. Ağdam minadı, Kəlbəcərdə strategiyasını çıxmaq mümkün deyil. Dedim, sevmirsən, bu cəmaatın balaları evinə sağ-salamat gəlir. Ya anlamadan deyib, ya da o zəki... Anlamadan deyirlər, fikirləşmirlər. Əsas bizə nəticədir. Getmişsən deyir, basıb almırlar. Bu elə bir... Özü yoxdur axı orada. Özü yoxdur, ayısı.
Özü yoxdur ki, deyir. Elə bir asant. O deyir, doğrudan da atalar deyir ki, kənardan baxana döyüş asant gəlir. Elə əsl yerində deyilmiş bir söz. Sağ olun Malik müəllim. Vaxtınızı Siz sağ aldım. olun. Əgər belə yordumsa. Çox sağ olun. Yox. Elə dedim, elə səmimi söhbət eləyək, çəkilişi də qoyaq qıraq. Elə belə siz bir şəhid atası kimi mən bir 200-dən çox belə şəhid ailəsindən çəkmişəm. Ağırdır, amma bu çəkilənlər qalır, danışılanlar qalır. Qoy yaşasın. Yaşadaq bunları. Çox sağ olun, minnətdarım. Sağ olun, siz də sağ olun. Allah canınızı sağ eləsin. Allah dövlətimizi güclü eləsin. Nətər indi güclüdür, bundan da güclü eləsin. Sizin də Allah canınızı sağ eləsin. Təşəkkür edirəm. Gəlmisiniz. Yenə xoş gəlmisiniz. Sağ olun.